Deməli, belə bir məsələmiz var. Məsələnin şərtində deyilir ki, diaqramı görürük. 3, 4 və 5 qiymət alan şagirdlərin sayı verilibdir. Bəli, 5 qiymət alanlar 65%dir. 3 alanlar 15%, 4 alanlar 20%dir. Deyir ki, sinifdə də cəmi 40 şagird var. Deyir, 3 və 4 alan şagirdlərin sayı 5 alan şagirdlərin sayından nə qədər azdır? Deməli, bu məsələni həll etmək üçün əvvəlcə 5 alanların sayını tapaq. 5 alanların sayı 40-ın 65%-dir. Bunu tapmaq üçün 40-ı vururuq 65-ə bölürük 100-ə. Oldu 26. Deməli, 5 alan şagirdlər 26 nəfərdir. 3 alanlar 15% olduğuna görə 3 alanların sayını tapmaq üçün 40-ı vururuq 15-ə bölürük 100-ə. 6 nəfər. 4 alanların sayı isə bu uyğunluqla tapırıq 8 nəfərdir. İndi 3 və 4 alanların birgə sayı nə qədərdir? 6 ilə 8 toplayırıq 14. Bunlar 5 alanlarından nə qədər azdır? Bunu tapmaq üçün 26-dan 14 çıxırıq, qalır 12. Deməli, doğru cavabımız olur burada D variantı.